Xeyir olsun dəyərli qrup üzvləri, necəsiniz? Ümid edirəm yaxşısınız. Siqnal kanalının üzvlərini hamısını salamlayıram. Eləcə də YouTube kanalı izləyicilərinə salamlayıram. Səhər saatlarında qızıl yenidən yuxarı doğru istiqamətinə davam etdirmək istədi və təbii ki, dərin bir korreksiya verdi. Biz dünənki əməliyyatları aşağı bay verdi. Yəni yuxarıdakı əməliyyatlarla biz gəlirlər var idi, bağlamada daha yüksəkləri gözlədi. Yəni axırıncı sonuncu əməliyyatımız bizdə 13 dollar gəlir verdi. Yəni bir çoxları bağladı, bir çoxları bağlamadan bağlamayanlara deyirəm ki, risk eləməyin, işinizi şansa buraxmayın. Yəni balans böyükdürsə saxlaya bilərsiniz, kiçikdirsə saxlamayın. Nə üçün? Çünki dünən qep vardı, biz satış əməliyyatlarını demişdik, yadınızdadırsa. Həmin bu nöqtələrə take profit təyin eləmişdi, 5280-lərə, 81-lərə. Yəni qepi bağladı. Bugün nələr baş verəcək? Yəni əsas alış əməliyyatlarımız biz icra eləmişik artıq. Əsas alış əməliyyatlarımız deməli 5374-dəndir. Yəni satış əməliyyatları isə biz artıq 5354-dən təyin edərik. Hələ ki qalxmağa doğru cəhd etmək istəyir. Amma ümumi olaraq biz take profitlərimizi 5473-lərə təyin etmişik. Bugün satış əməliyyatları üçün də təbii ki, satış əməliyyatlarında biz təyin edərik. Yəni aşağı gəlsə bizim üçün, yəni satışlar 5354-dən deyək ki, satış əməliyyatları icra olunsun. Və take profitlərimiz də ən azından yəni 30 dollarlı, 20-30 dollara gəlirlə nəticələnsin. Amma dünən sonuncu əməliyyatımız 13 dollar gəlir verdi. Yəni bunu demək olar ki 10 dollarda olan bizim Telegram siqnal kanalının demək olar ki 95%-i 10 dolları gəlirlə bağladı. Nədə olsun, soğan olsun prinsipi ilə. Bugün biz aşağıda bay əməliyyatları ilə biz bağlamışıq. Bugün əməliyyatları, açıq əməliyyatlarımız var, görürsünüz. Biz də yəni bugün səhər saatlarında bunları bağlamışıq. Aşağıdan demək əməliyyatlar verdi. Yəni ümumi olaraq gəlirlərimiz hələ ki budur. Dünənki gəlirlərimiz ümumiyyətlə custom perioda görə dünən nələr baş verdi, dünənlərə baxaq. Dünən ayın ikisi idi, elədir. Dünən belə bir, deyəsən, güclü bir gəlirlərimiz olmadı. Bir dənə sığortalamışıq bunu, sellərlə bayları. Qalan, yəni dünəndən bugünə olan əməliyyatlar budur. Amma bugün sırf əməliyyatlarımız, yəni bugün səhər saat əməliyyatlarımız var bunlardır. Gözləyirik, əsasən deməli 5374-dən əməliyyatlarımız icra olunsun. Biz girək buy stop. Təbii ki, ətraflı biz Telegram siqnal kanalında dərc edərik. Biz bunu ilkin olaraq 5300, 5414-ə təyin etmişik birinci take profitimizi. Belə keçək gümüşdə bizim 0.1%-lərlə alışlarımız var aşağıda. Biz elə bir ki bunu bir dənə buradan alış edək. Belə bir böyük bir sonra bizə funtun Yapon franka olan rəqabətində bay əməliyyatı açmışdıq, gəlirlə nəticələndi. Deməli funtun Yaponiya rəqabətində də bay açmışdıq, amma funtun dollara rəqabəti hələ yerində addımlayır. Yəni biz bay verdi, gəlirlər oldu, amma əslində uşaqlar, yəni bu kifayət qədər gəlir verir bizə. Deməli biz qoymuşuq deməli 400 pips gəlir, amma bizdə valutalar cütlüyündə 150-250 pips, yəni normaldır. Bu da 250-dən çox gəlir, 270 pips gəlir. Biz onu bağlamamışıq. Yəni bağlamamışıq deyəndə ki işlər olduğu üçün çıxıb getmişəm, qalıb bu, yəni heç baxmamışam buna. Gəlirlər olub, yəni baxmamışam. Bugün yəqin ki, yəni çox güman ki, bu istiqamətə gəlib gəlirlə bağlayacaq. Nəysə, əsasən də qızıla fokuslanaq, artıq sizlə elə söhbət etdiyimiz zaman 66-larda verdiyimiz bay əməliyyatı artıq
6-7 dollarla bir gəlir verir. Belə 74-ə yaxınlaşır. Hamınıza uğurlar arzulayıram. Biz keçək Telegram siqnal kanalına. Telegram siqnal kanalında biz digər cütlüklər haqqında məlumat verək. Yəni dünən bildiyiniz kimi VIP-də biz paylaşdıq. Bu bütün əməliyyatlar hamısı gəlirlə nəticələndi. İndi də biz yenidən 15, 18, 30 dənə siqnal paylaşırıq. Baxaq görək ümumiyyətlə nəticə nə olacaq. Belə əzizlərim, özünüzə yaxşı baxın. İnşallah görüşmək ümidi ilə. Artıq bizdə açıldı, 74-də də açıldı, 75-ə qədər qalxdı. Yəni böyük məmnuniyyətlə gedib əgər gəlir varsa uşaqlar, gəlir varsa həmən sığortaların gəliri. Yəni bunu dəfələrlə sizə deyirəm, yenə deyirəm ki, gəlir olan kimi sığortaların gəlirləri. Sağ olun, görüşmək ümidi ilə.